Başqa dindən olan xanımla ailə qurmaq olarmı? Dinimiz burada qayda müəyyən edir. Daimi kəbin başqa dindən olan insanla kəsilməsinə dinimiz icazə vermir. Niyə deyirlər ki, dinini dəyişənlər cəhənnəmlikdir? Bilirsiniz, bu bir qədər geniş mövzudur. Bilirsiniz, dindən dönmə məsələsi. Ümumiyyətlə, din nöqteyi nəzərdən bəli, insanların seçim azadlığı var, dində məcburiyyət yoxdur, ayəsi var. Amma eyni zamanda Quran bizə hər hansı bir seçimimizin bizim mənəviyyatımızla əlaqəli olduğunu bildirir. İnsanın əqidəsini göstərməklə onun mənəvi kimliyini də biz, əxlaqi xüsusiyyətlərini də müəyyən eləyə bilərik. Yəni, əqidə təkcə düşüncə ilə seçilmir. Düşüncəyə təsir edən daxili amillər var. Və bir insan İslam dini ilə tanışdırsa, müsəlman dinini qəbul edib, düşünərək tanıyıbsa və ondan sonra bu dindən imtina edirsə, Quran-ı Kərim nöqteyi nəzərindən bundan sonra bir mənəvi çatışmazlıq var. Bu elə-belə bir şey deyil. Yəni, İslamı tanıdıqdan sonra onu sevməmək mümkün deyil.